Salam dəyərli izləyicilər. Qarabağın son günlər ən çox tənqid olunan futbolçusu Nəriman Axundzadənin atası Sport Infoya açıqlama verib bildirib ki, söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şey mənə övladıma desələr xoş gələr, özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə. Və Nərimanın atası Əhməd Axundov bildirib ki, o övladının ünvanına ən çox səslənən adamı var iddiasından narahatdır. And olsun Allaha, o uşaq ilk gündən Qarabağda nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib Qarabağda uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam, anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın. Qarabağın akademiyasında Elnur müəllim çox dəstək olub, amma valideynin qayğısını kimə əvəz eləyə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli cəmaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimisə olmayıb. Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib Qarabağa çıxıb. Qarabağda bugün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda 2 dəqiqə söhbət eləmək imkanım olub. Qurban müəllim bildirdi ki, yazılanlar Nərimana təsir etməməlidir. Vəssalam. Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nərimanın üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə eləyib. Tənqid eləməyə bir söz demirəm, tənqid onun xeyrinədir, amma artıq əskik yazmaq olmaz axı, ayıbdır. Biz hamımız Azərbaycanlıyıq, niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib, bir vaxtlar ona qarşı da belə bir münasibət var idi. Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm, təklifləri də olub. Xeyirlisi nədirsə o da olsun. Əlbəttə, baş verənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mən elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərinə niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb təhqir eləyib, belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz. Və Əhməd Axundov sonda oğlunun Qarabağa keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb. 8 yaşında Xəzər Lənkəranda futbola gedib, Xəyal və Royal qardaşlarının üzərində, yəni Nərimanın üzərində çox əziyyəti olub, onda Xəzərdən ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman da onlardan məşq eləyirdi. Həmişə yaşıdlarından böyüklərlə oynayıb. Qarabağda da hər zaman özündən 2 yaş böyük uşaqlarla oynayıb. Xəzər Lənkəran dağılandan sonra tək Nəriman yox, çox sayda uşağı Rəşad Sadıqov Qarabağın akademiyasından yoxlanış apardı. Arasında Toral Bayramov da var idi. Əslində Qarabağda Nərimana qalmağa yer vermirdilər. Çünki Nərimanın yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. Qarabağda qalmasına Rəşadın böyük xidməti olub deyə Nəriman Axundzadənin atası qeyd eləyib.